Aziz dostlar, bildiğiniz kimi İsveç'teyiz. İsveç'in ne parkıdır bu park? Skansen. Skansen Parkı'ndayız. Bu Skansen Parkı bak gördüğünüz kimi parkın en yüksekliğinde bir qədim necə deyərlər, hem zor park deyək, hem qədim yaradılmış binalar, yaradılmış yerler, hem onunla bağlı bunu göstermek istəyirəm. Güneş qalxıb, istidir baxırsan. Ancaq suya baxırsan, suda o kadar maruzluq var. Suyun üzerinde buz kimi sürüşürsən, fərqi yoxdur. Bütün sulara qədər belə donub. Ancaq ona baxmayaraq qarğıya bax. Oturdu suyun üzerinde bak. Gördünüz, donduğunu görebildiniz. Bak sular bu formada donub. Hayat burada bakırsan donub. Ancaq həyatın əks tərəfinə baxırsan, həyat burada o kadar parlaq devam edir ki, o donan sular, donan bütün şeyler ancaq necə deyərdim, o donmuş değil. İnsan karşısında onların donlarının asılmışını göstərir. Və gördüğünüz gibi bu park çok güzel bir parktır. Parkta çoxlu heyvanlar, ne formada heyvanlar istəsən bu parkta yerləşir. En uzqar, en üst, en yüksəklikdə sərbət düzəldilmiş bir parkdır. Heyvanlar ve qorunmadan deyərdim ki, burada saxlanılır. Ne mənada qorunmadan, heç bir ərazi bağlı olmadan heyvanlar ve burada gəzişə bilir. Parkın gözəlliyi deyərdim ki, Avropa ölkələri özlərindən yenə də keçən səfər Şveçdə söylədiyim sözlər kimi özləri qəhrəmanlıqlar düzəldirlər və bunu ekologiyada da yaradırlar bu qəhrəmanlıqları. Öz ölkələrin ən yüksək yerində bir park salırlar, ölkələrin ən yüksək yerində maraqlı nələrsə yaradırlar ki, insanların gəliş, gedişi və asudə vaxtlarında oradan istifadə edilməsi və orada əylənməsi üçün şərait yaradır. Həm də ölkəsinin, oranı çək, oranı, qabağı. Ölkəsinin gözəlliyin, bir suda ölkəsinin gözəlliyin yaradır. Bu gözəl yaradan ölkə, burada böyüyən hər bir gənc ölkəsinin gözəl olduğunu, ölkəsinin təmiz olduğu, ölkəsinin yüksək olduğunu dərk edərək öz ölkəsinə xidmət göstərir. Daim ölkəsindən qaçıb digər ölkədə yaşamaq üçün, ölkəsindən qaçıb digər ölkədə işləmək üçün əlindən, ayağından, bədənindən, ruhundan, beynindən gələn addımları atmır. Bu da onların yaradılmış, gözəl, özləri üçün yaradılmış gözəl bir ölkə. Hər şeydən bir qəhrəmanlıq düzəldir, hər şeydən bir təbiət yaradır. Təbiətin qoynunda varlıq yaradır. Varlığı insan gedir, görürsən, deyirsən, nə gözəl bir təbiətdir. Ancaq onu yaradan insandır. Təbiəti yaradıb Allah, ancaq ona bəzək verən də insanlardır. İnsanlar ona görə çox ərazi bütövlüklərini çox sevirlər və orada da gözəllikləri yaradıb və orada da düzgün formada, necə deyərlər, əylənirlər. Dürüst və düzgün formada əylənirlər. Ona görə dedim ki, buradan qısa da olsa, sizə bir balaca da olsa fragment çəkim. Ancaq baxmayaraq bu təpələrdən bizdə çoxdur və bu təpələrdən nə qədər istəyirsən Azərbaycanda da dağlarında, dərələrində var. Ancaq biz onlardan düzgün istifadə hələ də edə bilmirik. Biz inanırıq ki, onlardan düzgün istifadə edib restorana çevirməyəcəyik və belə parklara, belə gözəl, maraqlı günlərdə ziyaret etmək üçün həm əyləncəvi, həm park, hər şey var burada. Burada restoran da var. Ancaq restoran parkın tərkibindədir. Restoranın tərkibində park yoxdur. Parkın tərkibində restoran var. Ancaq bizdə isə necə olurlar? Bizdə restoranın tərkibində parklar olur, restoranın tərkibində heyvanlar saxlayırlar. Ona görə də onu bildiyiniz kimi təbiət meşə təsərrüfatı onu qəbul edəmir, gəlir həmin heyvanları alır və dövlət tərəfindən özlərinə götürürlər, mənimsəyirlər, deyirlər, düzgün qaydada saxlanmır. Ancaq burada parkın tərkibində nə istəsən var. Ancaq bizdə restoranın tərkibində park olur. Bizlə Avropanın fərqi oradadır. Gəlin biz də düşüncələrimizi, həyata baxışlarımızı dəyişərək, biraz da müasir düşünək və müasir dünyanı necə deyərlər, fəth edə bilək və özümüz də öz ölkəmizdə öz müasirliyimizi qoruyaraq gətirib bunlardan da yüksək bir necə deyərlər, təbiət qoynuna çıxarda bilək. Bu qədər. Sağ olun.